Pozisiyasında əyləşirəm. Əyləşərkən diqqət edirik ki, bizim dizimiz yuxarıda qalmasın və çanağımız arxa tərəfdən yuxarıda qalmasın. Əgər siz matın üzərində Z pozisiyasında əyləşərkən bir ayaq içəri və digər ayaq arxaya doğru büküləndə çanağınız yuxarı qalırsa, bura dəsmal qoyaraq tənzimləyirik. Onurğamız düz, çiyinlərimiz geniş açılır. Əlimizin altında top və yaxud da sadə bir rol. Əgər bunların heç biri yoxdursa, əlinizi yerdə sürüşdürərək də hərəkət edə bilərsiniz. Bu hərəkət sizin yan əzələlərinizi gücləndirir və duruş pozğunluğunuz varsa, onu düzəltməyə kömək edəcək. 10-15 təkrar hər bir tərəfə ayağın səmtini dəyişərək təkrarlayırıq bu hərəkəti. Diqqət edirik ki, bu hərəkəti edərkən bizim çanağımız, baxın, bu şəkildə qalxıb, çanaq qalxıb, hərəkət etməyə, çanaq fırlanmasın. Biz burada önəmli məsələ, çanağımız yerdə olmalıdır və biz çanağı aşağı dartırıq, digər tərəfdən isə əyilirik. Baxın, bu şəkildə əyilə bildiyiniz qədər əyilirsiniz və qolunuz tam bir çiyin hizasında açılır, aşağı, arxaya doğru getməməlidir. İkinci hərəkət isə içəri doğru bükülürəm və kürəyimi açıram. İçəri doğru bükülürəm, topa təkan verdim, kürəyimi açıram. Burada da diqqət edirəm ki, mənim çanağım, baxın, belə yuxarı qalxıb boşluq yaratmasın. Hər iki tərəfə bu hərəkəti 10-15 təkrar gündəlik olaraq tətbiq etsəniz, sizin çiyinləriniz, qamətiniz daha dik olacaq və kimdə skolyoz varsa xüsusən də bu hərəkət onlara daha